Növbəti yürüşlü avtomobilimizi yoxladıq, sifarişçimiz üçün alırıq, xeyirli uğurlu olsun. Kia KX1 modelidir, bilmirəm Azərbaycanda bu model var yoxsa yoxdur. SNG ölkəsindən sifarişçimiz üçün göndərəcək. 16 disk ölçüləri, açılan lüku, 2020-ci ilin 11-ci ayın istehsalıdır. Avtomobildə bir neçə funksiyalar var. Climate Control, İngilis dilində menüsü, 30.000 kilometr yürüşü, açarsız girişi, start stopdur. İkinci əl avtomobil əldə etmək istəyirsinizsə, Fokar şirkəti ilə əlaqə saxlayın. Avtomobilin heç bir detalı dəyişilməyib, orijinal boyadır, əməkdaşlarımız yoxladı. Siz də avtomobil əldə etmək istəyirsinizsə, yürüşlü ofisimizə yaxınlaşırsınız və $1000 beh saxlayırsınız. İstədiyiniz avtomobilin modelini, kriteriyalarını əməkdaşımıza bildirirsiniz və bizim Çindəki əməkdaşlarımız bazarda sizin üçün uyğun avtomobil tapır. Fokar şirkəti həm Çində, həm də Azərbaycanda fəaliyyət göstərdiyi üçün bütün proseslərə komandamız nəzarət edir.